Kim Allah'ı tanıyıbsa hayatın içinden tanıyıb, hayatın mətnindən tanıyıb. Hayat Allah'ı tanıttırır. Bu Allah her birimizin hayatında her an sözünü yaddan çıxartmıyor. Her an bizimle danışmaqdadır. Biz fikir vermirik sadece. Elə bilirik ki, puç mənasız hadisədə oldu, hadisə. Bir də başa düşür ki, bir mənasız, hikmətsiz, təsadüfi hadisələrdir. Elə başa düşür. Biz elə bilirik, bax, ətrafımızda olan hadisələr bir-birinin əlaqəsizdir, təsadüfən baş verir. Biz hadiseleri görürük, arkasındaki mesajlara dikkat eləmirik. İstediğin güçle saldır. Biz Rabbe müptelayız işimde. Giririk hadisenin içine, hadiseye qıraqdan baxmırıq ki, bu mənə nə eləməz. Biz hadisə mərkəzli yaşayırıq. Aşkımda Allah aslımda. Hadisələrin içində qalırıq.